Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Qızıl Ordu dövləti 1243-1502-ci illərdə mövcud olub Qızıl Ordu dövləti. Ordu Monqolca çadır deməkdir. Qızıl Ordu dövlətini Cuci ulusu da adlandırırlar. Cuci ulusu o ərazilərdə yaranıb. Yəni Qərb ulusu. Kimdir Cuci? Çingiz xanın oğludur. Çingiz xan xatırlayırsınızsa bundan öncəki mövzuda deməli öz dövlətini, yəni böyük Monqol dövlətini 4 ulusa bölmüşdü. Onlardan biri də Cuci ulusuydu. Demək 1235-ci ildə Qaraqorum qurultayı keçirilir. Cucinin oğlu, yəni Çingiz xanın nəvəsi, Cucinin oğlu Cucinin ərazilərinin sahibi elan olunur. Yəni, bundan sonra qərb tərəfdə həm işğal olunacaq ərazilər, həm də Xarəzm, Şimali Qafqaz, Qıpçaq çölü, ümumiyyətlə Cucinin əraziləri Batı xanın nəzarətinə verildi. Batı xan 1235-ci il Qaraqorum qurultayından sonra dərhal hərəkətə keçir. Deməli, ilk tabi etdiyi İdil Bulqarları, Rus knyazlıqları olur. İdil Bulqarlarını və Rus knyazlarını tabi edir. 1240-cı ildə Kiyevi tutur. Sonra Polşaya daxil olur. 1241-ci ildə Polşa, Alman, Macar qoşunlarını məğlub edir. Macaristana və Çexiyaya daxil olur 1241-ci ildə. Bu deməli anda ona məlumat gəlir ki, Böyük xan vəfat etmişdir, Böyük xan ölmüşdür və xan seçimi qurultayına çatmaq üçün o geri dönür. Əslində geri dönməsinin digər səbəblərindən biri də artıq qoşunun dağınıq hala gəlib çıxması idi, yorulması idi. Bunlar da həm də etirazlar var idi tabi olunmuş ərazilərdə. Bunları da əlavə etmək olar. Gəlir İdil sahilinə çatanda, yəni ilk başladığı yerə İdil sahilinə çatanda məlumat gəlir ki, bəs artıq Böyük xan seçilib. Yəni seçim qurultayında iştirak etməyin bir əhəmiyyəti yoxdur. Bunu anlayır Batı xan və İdil sahilində Saray Batı şəhərini saldırır. Saray Batı şəhərini. Deməli, Qızıl Ordu dövlətini yaradır. Onun ilk paytaxtı da elə Saray Batı şəhəri olur. Bu dövrdə Rus knyazlıqları asılı idi. Kimdən? Elə Batı xandan həm də asılı olur Qızıl Orda dövlətindən, yeni yaranmış Qızıl Orda dövlətindən. Demək, əvvəllər Qızıl Orda dövləti deməli, Böyük Monqol imperatorluğuna tabi idi. Yəni, Ali Monqol xaqanına tabi olaraq davam edirdi. Amma 13-cü əsrdə isə Qızıl Ordu tam müstəqil olacaq. Dəyərli yoldaşlar, Qızıl Ordunun qüdrətli dövründə, yəni ən qüdrətli dövründə sərhədləri hansı ərazilərə çatırdı? Qərbi Sibir, Şimali Xarəzm, İdil boyu, Şimali Qafqaz, Krım, Qıpçaq çölü. Bu ərazilər deməli qüdrətli dövründə Qızıl Orduya daxil idi. Özbək xan 1313-1342-ci ildə deməli, hakimiyyətdə olub Qızıl Ordu dövlətində. 14-cü əsrin birinci yarısında, yəni hakimiyyətdə olduğu dönəmdən söhbət gedir, İslamı rəsmi din elan edir. Bu zaman türkləşmə prosesi başa çatır. Elə ki, müsəlmançılıq, İslam qəbul olunur Qızıl Orduda, türkləşmə prosesi tam başa çatır. 1354-cü ildə artıq Cuci nəslinin hakimiyyəti, Cuci sülaləsinin hakimiyyəti Qızıl Orduda bitir. Sərkərdə Mamay deməli Rus knyazlarını Moskva ətrafında birləşməsinə qarşı tədbirlər görür. Yəni bu ərəfədə, bu dönəmdə necə ki Cuci nəsli getdi, ortada bir boşluq yaranacaq. Həmin dövrdə Rus knyazları Moskva knyazlığının ətrafında birləşmişdi. Kimə qarşı? Qızıl Orduya qarşı. Və Kulikovo döyüşündə, 1380-ci ildə Kulikovo döyüşündə deməli, Mamay Rus knyazlıqlarına məğlub olur. Deməli, sərkərdə Mamay kim idi? Xanın adından Qızıl Ordu dövlətini idarə edirdi. Məğlub olur Rus knyazlıqlarına, Moskva knyazı başda olmaqla.
1380 Kulikovo döyüşündə. Rus knyazlıqları qalib gəldikdən sonra deməli Qızıl Ordu dövlətindən olan asılılıqdan çıxırlar. Sonra Toxtamış xan olacaq. Toxtamış xan burada qeyd olunmayıb, sizə bildirim ki, deməli Əmir Teymurun dəstəyi ilə hakimiyyətə gəlib 1380-1395-ci ildə hakimiyyətdə olacaq. 1382-ci ildə Moskvanı deməli yandırır. Moskva knyazlığına hücum edir, Moskvanı yandırır. Yenidən Rus knyazlıqlarını tabe edir Qızıl Ordu dövlətinə. 1385-ci ildə Azərbaycan ərazisinə daxil olub Təbrizi tutur. Amma burada çox qala bilmir. Niyə qala bilmir? Eşidir ki, Əmir Teymur öz böyük ordusu ilə deməli irəliləyir və Azərbaycan ərazisini tərk edir. Teymurun gəlişi, burada qeyd etmişəm, onun geri çəkilməsinə, Toxtamış xanın geri çəkilməsinə səbəb kimi göstərilir. Testə də düşə bilər. 1395-ci ildə Terek döyüşü baş verir. Teymur deməli qalib gəlir Toxtamışa. Şərqi Qızıl Ordu ərazisi Teymurun yaratdığı dövlətin nəzarətinə keçir. Səbəb nə idi? Niyə Teymur Terek döyüşündə Toxtamışı məğlub etdi, onun ərazilərinin bir hissəsini ələ keçirdi, amma onun hakimiyyətə gəlməsinə də kömək eləyən, yəni Toxtamışın hakimiyyətə gəlməsinə də kömək eləyən kim idi? Elə Teymurun özü idi. Nə baş vermişdi? Deməli, Toxtamış xan Çingiz xanın ulusları bölməsi dövründə o ərazilər ki var, Gürcü ulusuna verilib, həmin ərazilərə Azərbaycan ərazisinin də daxil olduğunu iddia edirdi. Bu zaman isə bu ərazilər Teymurun nəzarətində idi. Toxtamış bu ərazilərə hücumlar edirdi. Və Teymur da bu hücumların bir dəfəlik son qoymaq üçün Toxtamışa böyük bir zərbə indirməli idi. Terek döyüşündən sonra artıq parçalanma başladı Qızıl Ordu dövlətində. Parçalanma başladı. 15-ci əsrdə ayrılacaq ərazilər Krım, Həştərxan, Qazax xanlıqları, Noqay ordası. Krım xanlığı, Həştərxan xanlığı, Qazax xanlığı, Noqay ordası 15-ci əsrdə artıq Qızıl Ordu dövlətindən ayrılır. Sonralar bu əraziləri 16-cı əsrdə Rusiya işğal edəcək, dəyərli yoldaşlar. Daha sonra gəlir Əhməd xan. Əhməd xan 1465-1481-ci illərdə hakimiyyətdə olub Əhməd xan. Qızıl Ordu dövlətinin qüdrətini bərpa etməyə çalışdı Əhməd xan, amma alınmadı. 1480-ci ildə Moskvaya yürüş etdi. Yəni, daha doğrusu Moskvaya yürüş edən ərəfədə 1480-ci ildə Urqa çayı sahilində gördü ki, çayın o tərəfində Moskva knyazı, ətrafında knyazların qoşunları nəhəng bir ordu toplayıb. Bir müddət bu mənzərəni seyr etdikdən sonra hücum etməkdən çəkindi və geri döndü. Bununla da Moskva knyazlığının, ümumiyyətlə Rus knyazlıqlarının Qızıl Ordudan asıllığına tam olaraq son qoyuldu. Bu görüşə Urqa görüşü deyilir. Deməli, 16-cı əsrdə daxili çəkişmələr nəticəsində demək, Qızıl Ordu dövləti süqut etdi. Daha doğrusu qeyd eləmişik 1502-ci ildə. İdarə etmə. Qızıl Ordu dövləti necə idarə olunurdu? Deməli, böyük xan var idi, birinci şəxs idi. Dövləti idarə edirdi böyük xan. Hakimiyyətə malik idi. Yəni, mütləq hakim idi. Ali məclis var idi. Böyük xanın yanında məşvərətçi orqan olan Ali məclis var idi. Dövlət divanı var idi. Dövlət divanı ali icra edici orqan idi. Dəyərli yoldaşlar, Ali məclis icra edici deyildi, məşvərətçi idi. Amma dövlət divanı ali icra edici orqan idi. İki yerə ayrılırdı səlahiyyətləri. Birinə baş vəzir rəhbəri gedirdi, mülki işlərə baxırdı. Birinə bəylərbəyi rəhbəri gedirdi, hərbi işlərə baxırdı. Baş vəzir mülki işlərə, bəylərbəyi hərbi işlərə, bunlar dövlət divanını təmsil edirdilər. Tarxan, tarxanlar imtiyazlı şəxslər idi. Baskaklar vergi yığanlar idi. Yarlıq da
qədim, daha doğrusu Böyük Monqol dövlətindən qalma bir ifadədir, fərman deməkdir. Dəyərli yoldaşlar, Qızıl Ordu dövləti haqqında məlumatlar vəsaitdə bu qədər. İzləmədə qalın, mövzularımızın video çəkilişi davam edir.